Hər kəsə salam. Gəlin bugün birlikdə çox fərqli bir səyahətə çıxaq. Elə bir şəhərə ki, o həm qədim, həm müasirdir, həm Avropadır, həm də Asiya. Bəli, söhbət heyranedici ziddiyyətlərlə dolu İstanbuldan gedir. Bilirsiniz, İstanbul sadəcə xəritədə bir şəhər deyil. O, sanki zamanın və coğrafiyanın kəsişdiyi bir nöqtədir. Keçmişlə gələcəyin bir-birinə toxunduğu bir məkan. Gəlin, bu iki fərqli dünyanın hekayəsini birlikdə açaq. Yaxşı, bəs haradan başlayaq? Əlbəttə ki, şəhərin tam ürəyindən, hər şeyin başladığı yerdən, Sultanahmeddən. Bura sadəcə tarixi bir mərkəz deyil, bura imperatorluqların doğulduğu, daşların hələ də pıçıldadığı bir məkandır. Və bu tarixin tam mərkəzində dayanan nəhəng bir abidə var, Aya Sofiya. Yaşına bir baxın, 1500 il. Bu sadəcə bir rəqəm deyil. Təsəvvür edirsiniz, bütöv sivilizasiyaların yüksəlişinə və enişinə şahidlik edən bir hekayədir. Aya Sofiyanın hekayəsi əslində elə İstanbulun öz hekayəsidir. Bir anlıq düşünün, əvvəl katedral olub, sonra məscid, sonra muzeyə çevrilib, indi isə yenidən məscid kimi fəaliyyət göstərir. Bu dəyişim, bu təkcə bir binanın taleyi deyil, bütün bir şəhərin, bir mədəniyyətin dəyişən kimliyinin güzgüsüdür. Ayasofyadan gözünüzü çəkən kimi düz qarşınızda sizi başqa bir möhtəşəmlik qarşılayır. Sultanahmed məscidi. Yəqin çoxunuz onu Mavi məscid kimi tanıyırsınız. Bilirsiniz niyə? İçəridə divarları bəzəyən o 20 mindən çox əl işi iznikçinilərinə görə. O mavi rəngin yaratdığı ab-hala sözlə ifadə edilməzdir. Sanki başqa bir dünyaya addım atırsınız. Amma zaman geriyə göndü hissini ən dərindən harada yaşamaq olar deyirsinizsə, cavab bəllidir. Topkapı Sarayı. Düşünün, Osmanlı sultanları düz 400 il buradan nəhəng bir imperatorluğu idarə ediblər. O sarayın qapısından içəri girən kimi həqiqətən də sanki hər şey dayanır və siz tarix kitabının səhifələri arasında gəzirsiniz. Yaxşı, gəlin indi o qədim daş divarların arasından çıxaq və şəhərə əsl ruhunu verən o möhtəşəm su yoluna, yəni boğaza doğru gedək. Görək o sular bizə nələr pıçıldayacaq. Heç düşündünüzmü? Aynı anda iki qitəni birdən görmək necə bir hissdir? İstanbulda bu mümkündür. Bir boğaz turuna çıxırsınız, gəminin bir tərəfində Avropa, o biri tərəfində Asiya. Bax, bu başqa heç yerdə yaşaya bilməyəcəyiniz, sırf İstanbula məxsus o sehirli anlardan biridir. Və o gəmidə irəlilədikcə sahillər sanki açıq hava muzeyinə çevrilir. Bir tərəfdə Osmanlıların bütün əzəmətini göstərən Dolmabahçe Sarayı, biraz irəlidə körpünün altında bir inci kimi parlayan Ortaköy məscidi. Hər addımda, hər baxışda fərqli bir mənzərə, fərqli bir hekayə var. Və bütün bu gözəlliyə yuxarıdan baxan bir şahid var. Əlbəttə ki, Qalata qülləsi. Əsrlərdir şəhərin keşikçisi olan bu güllənin təpəsinə çıxdığınızda bütün İstanbul, bütün o boğaz, Halic, tarixi yarımada ayaqlarınızın altında olur. Xüsusilə də gün batanda o mənzərəni görmək lazımdır. Həqiqətən də unudulmazdır. Tarixi yarımadadan körpünü keçən kimi sanki başqa bir İstanbula düşürsünüz. Bura Karaköy'dür. Qədim binaların içində açılan o müasir kafelər, divarlardakı rəngarəng qrafitilər, küçələri dolduran gənclərin enerjisi, bax bu, şəhərin necə dəyişdiyinin, modernləşdiyinin ən canlı sübutudur. İndi isə gəlin şəhərin səsküylü, amma bir o qədər də cazibədar ticarət mərkəzinə, onun o məşhur tarixi bazarlarına baş vuraq. Bura əsl duyğular üçün bir ziyafətdir. İstanbulda bazar dedikdə ağla iki nəhəng gəlir. Biri sanki bir labirint kimi olan Kapalı Çarşı. 4000-dən çox dükan, xalçalar, zərgərlik, dəri. Burada azıb qalmamaq mümkün deyil. O biri isə Misir Çarşısıdır. Qapısından girən kimi sizi darçın, hil, zəfəran qoxuları qarşılayır. Rəng-bərəng ədviyyatlar, çaylar, şirniyyatlar. Bura tam bir ətir və dad cənnətidir. Tarixin dərinliklərindən, o ədviyyat qoxularından sonra indi tamamilə fərqli bir tempə keçirik. Gəlin İstanbulun müasir nəbzinin atdığı yerə, heç vaxt yatmayan tərəfinə baxaq. İstiqlal küçəsi. Bəli, müasir İstanbulun döyünən ürəyi məhz buradır. O insan seli, mağazaların işıqları, küçə musiqiçilərinin səsi və əlbəttə ki, küçənin ortası ilə yavaş-yavaş hərəkət edən o ikonik qırmızı tramvay İstiqlalın enerjisi adamı özünə çəkir. Və bu enerji nə vaxt biter? Heç vaxt 24/7. Bu rəqəm Taksim və İstiqlal bölgəsini tam olaraq ifadə edir.
Burada gecə ilə gündüz anlayışı demək olar ki, yoxdur. Şəhərin ritmi bir an belə dayanmır. Amma müasir İstanbul təkcə istiqlal demək deyil əlbəttə. Məsələn, şəhərə quş baxışı ən hündür nöqtədən baxmaq istəyirsinizsə, Asiya tərəfindəki Çamlıca qülləsi sizi gözləyir. Yox, əgər məqsədiniz lüks alış-veriş və modern həyat tərzidirsə, o zaman istiqamətiniz Nişantaş olmalıdır. Buradakı mağazalar və kafelər Avropanın dəb mərkəzlərindən heç də geri qalmır. Beləliklə, bütün bu gəzintidən sonra nəticə nədir? İstanbulu başqa heç bir şəhərə bənzəməyən edən şey məhz bu ziddiyyətlərin harmoniyasıdır. O, eyni anda həm Bizansdan, Osmanlıdan miras qalmış bir tarix xəzinəsi, həm də durmadan inkişaf edən dinamik bir megapolisdir. Keçmişlə gələcək burada sadəcə yan-yana deyil, tamamilə iç-içə yaşayır. Bəli, İstanbul milyonlarla hekayəsi olan bir şəhərdir. Hər kəs üçün fərqli bir hekayə danışır. Bəs siz bu şəhərə gəlsəniz, ilk olaraq hansı hekayənin arxasınca gedərdiniz? Qədim divarların pıçıltısını mı dinləyərdiniz, yoxsa müasir küçələrin səs-küyünə mi qarışardınız? Unutmayın, bu şəhərdə sizin də hekayəniz yazılmağı gözləyir.